Birinci Qarabağ müharibəsində etkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 3 şəhid dəfn olunub. İtkin şəhidlərin hamısı hərbiçidir. Həm sevinç, həm kədər, həm şəhidimə olan qürur hissim hamısı bir aradadır bugün. 33 illik həsrətimizə son qoyuldu. Mübariz Şahmurov 26 fevral 1992-ci ildə Xocalı şəhərində etkin düşüb. 33 il sonra şəhidin nəşinin qalıqları müəyyən edilib və bugün vida mərasimindən sonra şəhid Keşilədə Şəhidlər Xiyabanında dəfn edilib. Rasiyanın öz dostuna zəng elədi ki, yəni evə çatdır ki, mənim sağ qayıtmağımı gözləməsinlər. Mən həyat yoldaşımı, uşaqlarımı Allaha əmanət eləyirəm. Eyni anda həm qürur, həm kədər, həm sevinç hissi yaşayırıq. Atam 33 il sonra öz adı və öz nəşi ilə torpağa tapşırıldı. Və atamın torpağa tapşırılması bütün itkin şəhid ailələri üçün bir ümiddir. Qardaşımın nəşeyi səngərdən götürüldü. Bu bir daha sübut elədi ki, qardaşım axırıncı damla qanına can vuruşub. Bugün sadəcə olaraq bunu demək istəyirəm ki, gözümüz aydın olsun, qurbanımız qəbul oldu. Birinci Qarabağ müharibəsinin şəhidi Lətif Şah Hüseynov 28 iyun 1992-ci ildə Xocavənd uğrunda gedən döyüşlər zamanı itkin düşüb. Uzun illər ərzində taleyi məlum olmayan şəhid Zaqatala rayonunun Dağlı kənd qəbristanlığında naməlum əskər kimi dəfn olunmuşdu. 2016-cı ildə şəhidin kimliyi müəyyən edilib və ailəsinə təhvil verilib. Şəhid bugün Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Biz qardaşımla fəxr edirik. Bir şeydə məyusam ki, atam, anam 5 il bundan qabaq ikisi də bir gündə rəhmətə getdilər. Övladlarının bu xəbərini eşitmədilər. Kəşke onlar da eşidəydilər. 8 may 1992-ci ildən Şuşa şəhərində itkin düşən Abdullah Quliyevin nəşinin qalıqları da 33 il sonra müəyyənləşdirilərək ailəsinə təhvil verilib. O bugün Abşeron rayonu Saray qəsəbəsindəki qəbristanlıqda torpağa tapşırılıb. 33 ildə gözlərimiz yolda, qulaqlarımız səsdə olub. Xocalının qızlarının o səslərini, videolarını eşidəndən sonra dedi, mən dayana bilmərəm. Saçı anam dedi yaralıydı. 8 dəfə operasiya olmuşdu. Çəkişlərini yerə sağalmamışdı. Anam dedi getmək gələm. Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 13 itkin şəhid oktyabrın 29-u, 30-u, 31-də Bakı və regionlarda dəfn olunacaqlar. Günəş Rzayeva, Nadir Cəlilov, Fidan Səfər, Space xəbər.